Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Əhməd Əhmədov ifadə verib və dövlət ittihamçılarının suallarını cavablandırıb. Əhməd Əhmədov ifadəsində Xankəndində təhsil aldığı məktəbdə sinifdə 30 nəfər şagirdin oxuduğunu, onların 28-nin erməni millətindən, birinin rus və təkcə özünün Azərbaycanlı olduğunu deyib. Təhsil müddətində 1-ci, 2-ci, 3-cü sinifləri bir o qədər də xatırlamıram. Mən Azərbaycanlı olaraq dəfələrlə təhqirlərə məruz qalmışam. Hansısa kiçik münaqişə də olanda bizə tork deyirdilər. Onlar türkə tork deyirdilər. Biz Azərbaycanlıları dəfələrlə təhqir edir, dözümsüzlük halı yaradırdılar. Hamı bilir ki, şagird evdə nə eşidirsə, gəlib onu məktəbdə sinif yoldaşları ilə bölüşür. 1986-cı il idi, mən 8-ci sinifdə oxuyurdum. Armen Beqlaryan adlı sinif yoldaşım var idi. Arxa partada otururdu. Gördüm partiya yoldaşına deyir ki, bəs Qarbaçov bizə söz verib, Ermənistana qoşuluruq. İlk dəfə o zaman bu siyasi məsələləri eşitdim. Amma elə bil dünən eşitmişəm deyə Əhməd Əhmədov qeyd edib. Zərərçəkmişin sözlərinə görə 1988-ci ilin yanvarından Azərbaycanlılara qarşı pis münasibət açıq müstəviyə keçib. Məsələn, Azərbaycanlılar çörək almağa gedirdilər, amma onlara çörək vermirdilər. Hər yerdə sıxışdırırdılar. Həmin ilin fevralında eşitdik ki, böyük mitinq olacaq. Deyirdilər ki, biz Azərbaycandan ayrılırıq və Ermənistana qoşuluruq. Biz bilirdik ki, mitinqdən sonra ermənilərdən nəsə təxribat gözlənilir. Ermənistandan da adamlar gətirmişdilər. O vaxt onları saqqallı, bayevik adlandırırdılar. Eşidirdik ki, evlərimizi dağıdacaqlar. Yəni, o söz-söhbət var idi. Ondan qabaq da Azərbaycanlıların evlərini daşlayırdılar, şüşələrini sındırırdılar. Biz 2-ci mərtəbədə yaşayırdıq. 1-ci mərtəbədə Karo adlı qonşumuz var idi. O, Əsgəranda yanğınsöndürmə xidmətində çalışırdı. Karo və qardaşı Ararat bu proseslərdə ən fəal iştirak edənlərdən idilər. Həmin vaxt mənim böyük bacım ailə həyatı qurmuşdu və Ağdam şəhərində yaşayırdı. Fevralın 20-sində Ağdamda bacımgildə idim. Fevralın 21-də Ağdamdan Xankəndiyə avtomobillə qaydanda Əsgəran rayonunun girişindəki körpünün üstündə bir səs eşitdim. Məlum oldu ki, bizə atəş açırlar. Orada qolumdan güllə yara saldım. Həmin vaxt maşında məndən və sürücüdən başqa daha 2 nəfər var idi. Sonradan öyrəndim ki, onların adı Əli və Bəxtiyar imiş. Onlar çox ağır şəkildə can verirdilər. Sürücü məni Ağdam xəstəxanasına apardı. Orada həkimlər dedilər ki, gülləni çıxara bilərik, amma qolunuz işləməyəcək. Hadisələri qabaqlayaraq deyim ki, mənim sağ qolumun biləyi təxminən 2 ildən artıq işləməyib. Oradan Bərdə şəhərinin xəstəxanasına gəldi və burada da həkimlər eyni sözü dedilər. 1988-ci ilin fevralın 20-sində Bakıda neyrocərrahiyyə xəstəxanasında məni əməliyyat etdilər. Gülləni çıxartdılar. Sonradan eşitdim ki, bizə avtomatla atəş açan Əsgəranda yaşayan milis işçisi olub deyə Əhməd Əhmədov ifadəsində bildirib. Zərərçəkmiş şəxs baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən deyib ki, 1988-ci ilə qədər Xankəndidə ermənilər tərəfindən Azərbaycanlılara münasibət müsbət olmayıb. O, Xankəndidə hər addımbaşı Azərbaycanlıların incidildiyini vurğulayıb. Məsələn, yeni gələn Azərbaycanlıların heç birini qeydiyyata almırdılar. Sonradan gələn Azərbaycanlılara ev tikmək üçün sahə vermirdilər. Yaxud da kimsə hansı yolla bir əmlak əldə edirdisə, onları qeydiyyata almırdılar. Bütün bunları Azərbaycan əhalisinin sayını az göstərmək üçün edirdilər. Neftçi və Ararat futbol klubları arasında keçirilən oyundan sonra küçəyə çıxmaq olmurdu. İçirdilər, təhqiramiz ifadələr işlədirdilər, şüşələri qırırdılar. 1987-ci ilin sentyabrından bir epizod danışım. Azərbaycanlı ailə var idi. Yuxarı məhəllədə yaşayırdı. Həmin ailənin oğlunu çörək almağa gedəndə 2 erməni döyüb komaya salmışdı. 1 aydan çox komada qaldı. Ermənilərin biri içkili olmuşdu, o biri yox, deyə zərərçəkmiş vurğulayıb. O, sonradan kütləvi tədbirlərdən birində ona qarşı ayrı-seçkilik edilməsi və təzyiq göstərilməsindən danışıb. Xankəndidə mərkəzi stadionda tədbir var idi. 7-ci yaxud 8-ci sinifdə oxuyurdum. Mən də ora getdim. Təxminən 2000 şagird var idi. Üz cizgilərinə görə Azərbaycanlıların çoxunu tanıyırdılar. Tədbir zamanı 2000-ə yaxın şagirdin arasında ermənilər mənə fiziki təzyiq göstərdilər və təhqir edib tədbir keçirilən yerdən kənarlaşdırdılar deyə Əhməd Əhmədov əlavə edib. O, hazırda Xankəndi şəhərində işlədiyini və yaşadığını bildirib.
zərər çəkmiş təqsirləndirilən şəxslərin ən ağır şəkildə cəzalandırılmasını məhkəmədən xahiş edib. Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirən Ermənistan vətəndaşları Arayik Arutunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnasakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 11-də davam etdirilib. Məhkəmənin növbəti iclası aprelin 14-nə təyin olunub.